Salam dostlar. Bugün gəmi etkinliyi gəlib. Hər kəsə beta gəminin gəlməsi çox yaxşı oldu. Gəmimizi də yola saldıq. Əslində bu videoda çiftliyi incələmə videosu çəkmək istəyirəm. Bugün YouTuber və məni hər zaman dəstəkləyən İsləmin çiftliyini incələyəcəm. Əvvəlcə çiftliyinə bütövlükdə nəzər salaq. Çiftliyin əvvəlindəki ağacların düzülüşünü çox bəyəndim. Aralarında qırmızı çiçək kolu qoyub. Bu hissəyə isə ağıl və anbarını, dovşan evini yerləşdirib. Sola doğru atlarını, aşağı isə itlərinin evini yerləşdirib. Məncə pis olmayıb. Görünür azadlıq heykalini o da alıb. Evini də bəyəndim. Evinin arxa hissəsinə quzularını yerləşdirib. Əkin yerini bu hissəyə yerləşdirib. Məncə əkin yerinin ətrafını ya daşlarla, ya da su yolu ilə bəzəsəydi daha qəşəng alınardı. Döküntülərini mədən yaxına yerləşdirib. Yaxşı fikirdir. Aralarına da ağacları yerləşdirib. Qəşəng alınıb. Makinalarını ağaclarla bağlayıb. Mən açıqda olmasını daha çox sevirəm. Məsələn, burada makinalar açıq vəziyyətdədir. Daha qəşəng görsənir. Ağacların səşli yollar ilə ayırıb. Qəşəng görsənir. Heyvanları isə buraya yerləşdirib. Yeri tam açılmadığı üçün dekor etməyib. Qregin maşını da alıb. Yəqin ki, bu hissədə əkin sahəsi yerləşdirəcək. Açmadığı çox yer var. Ümid edirəm ki, zamanla bütün yerlərini açar. Keçək şəhərciyə. Şəhərciyə heç bir dizayn etməyib. Zamanla burada da açmadığı yerləri açar. Şəhərcində 4 heyvanı var. 4'ü də yatıb. Sağ olun dostlar, ümid edirəm videomu bəyəndiniz. Əgər sizin də çiftliyinizi belə incələməyimi istəyirsinizsə, yorumlara öz ID kodunuzu yazın.